Tövhidin üç qismi rububiyyət tövhidi, uluhiyyət tövhidi, ad və sifətlər tövhidi. Bu cür bölündüyü kimi şirk də bu cür bölünür. Rububiyyət tövhidi dedik ki, Allahı feillərində təkləşdirməkdir. Yəni Allahın yaradan olması, öldürüb dirildən və ruzi verən olması. Uluhiyyət tövhidi qulların öz feillərində Allahı təkləşdirməsidir. Yəni ibadətlərində qullar öz feillərində Allahı təkləşdirirlər. Ad və sifətlər tövhidi isə Quran və sünnədə gələn Allahın ad və sifətlərini isbat etmək, inkar etməmək, yozub başqa məna verməməyidir. Rububiyyət tövhidində şirk isə iki yerə bölünür. İnkar şirki. İnkar şirki Fironun, fəlsəfəçilərin və ya indiki ateistlərin etdiyi şirkdir. Allahın Rəbliyini inkar edirdilər. İkinci növ isə Allahın ad və sifətlərini inkar etmədən Allahla yanaşı başqa bir ilah götürməkdir. Bu şirki isə nəsranilər və qəbri ibadət edənlər edir. Nəsranilər Məryəm oğlu İsa'ya Allaha xas olan Rəbli sifətlərini verdilər. Həmçinin də qəbri ibadət edənlər öz şeyxlərinə və ya salihlərə Allaha xas olan Rəbb sifətlərindən verdilər. Ad və sifətlərdə olan şirk isə xaliqi məxluqa bənzətməklə olur. Yəni xaliqdə olan ad və sifətləri məxluqa bənzədirdilər. Və bu da ad və sifətlərdə olan şirkdir. Üçüncüsü isə uluhiyyətdə olan şirkdir və bu barədə ətraflı danışdıq. Bu da bölünür iki yerə: böyük şirk və kiçik şirk. Uluhiyyətdə olan böyük şirk Allahla yanaşı başqa birisini çağırmaq idi. Kiçik şirk isə misal çəkdiyi ona riyanı və ya Allahdan qeyrisinə and içməyi. Və böyük şirkin də bəzi misallarını gətirdik ki, Allahı çağırmaqda olan şirk, niyyətdə, qəsd və iradədə olan şirk, itaətdə olan şirk və məhəbbətdə olan şirk idi. Kiçik şirkin isə tərifində dedik ki, böyük şirki aparan bütün söz və əməllərdir. Və aralarında olan fərq də üç cəhətdən idi. Birinci, tərif baxımından, tərifləri fərqlidir. İkincisi, dindən çıxartmaq baxımından, böyük şirk edən dindən çıxır, kiçik şirk sahibi isə dindən çıxmır. Üçüncü fərq isə cəhənnəmdə əbədi qalmaq baxımından idi. Böyük şirk sahibi əbədiyyən cəhənnəmdə qalacaq, kiçik şirk sahibi isə əbədi cəhənnəmdə qalmayacaq.